Nəsimi rayonu ərazisində yerləşən Kövsər restoranının qarşısında və obyektin üzərində ikinci mərtəbənin qanunsuz inşasına başlanıldığı bildirilir. Bölgə TV-nin məlumatına görə, bayram günlərində nəzarətin zəiflənməsindən istifadə edən işbazlar əraziyə iri həcmli dəmir konstruksiyalar gətirərək tikinti işlərinə start veriblər. Şəhərin mərkəzi hissəsində yaşıllıq və piyada hərəkətinin mövcud olduğu ərazidə aparılan bu tikinti işləri heç bir məlumat lövhəsi, rəsmi icazə sənədi və ya layihə təqdim edilmədən həyata keçirilir. Bu isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir. Məsələ ilə bağlı əsas sual isə ondan ibarətdir ki, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu qanunsuzluqdan xəbərdardırmı? Yoxsa paytaxtın mərkəzində baş verən açıq-aşkar tikinti özbaşınalığına aidiyyatı qurumlar bilərəkdən göz yumur? Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən hər hansı obyektin genişləndirilməsi və ya mərtəbə artırılması üçün rəsmi icazə, təsdiqlənmiş layihə və müvafiq dövlət qurumlarının razılığı mütləqdir. Mövcud vəziyyət isə bu tələblərin heç birinə əməl olunmadığını göstərir. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi və görüləcək tədbirlər ictimaiyyət üçün olduqca maraqlıdır. Rəna Rövşən qızı, Bölgə TV.